Mənim adım Eldar Yunusovdur. Mənim heç bir musiqi təhsilim yoxdur. Notları da tanımıram. Amma musiqi alətlərində bəstələyirəm, özüm ifa eləyirəm. Bəzən melodiyaları ifa eləyirəm, ürəyimin səslərini melodiyalarda kamança vasitəsilə ifadə eləyirəm. Bəzən də mahnılar qoşuram həmin o melodiyalara. Yaranan bütün əsərlərin müəllifi mən özüməm. Yəni mahnı nəsə bəstələyirəmsə, melodiya bəstələyirəmsə, onun bəstəkarı da mənəm. O melodiyaya söz qoşuramsa, onun şairi də mənəm və ifaçısı da mənəm. Mən tək ürək sızıntılarımı şəfa vermək məqsədi ilə, sizi malik eləmək məqsədi ilə mən siz əziz dinləyicilərimə və tamaşaçılarıma göndərirəm. Mən yenə də sizə deyirəm, mən kamança sadəcə olaraq çalmıram və yaxud da baxırsınız orada pianino çalıram, sintezator çalıram. Bu sadəcə çalmaq, yəni hər hansı bir musiqi instrumentində demək deyil. Sadəcə olaraq mən orada nəsə çalıram. Mənim ifalarım, bəstələrim tamamilə başqa bir məqsəd daşıyır. Mən bizim dühamız, ürəyimi lərzəyə gətirən, sızıldadan, məni ağladan, məni romantikaya aparan, gözəl duyğulara sahib eləyən, dünyanın ən əlçatmaz kaman ustası Habil Əliyevə çox təşəkkürümü bildirirəm. Onun hər hansı bir ifası bir dəqiqədə çalsa, mənə həyat fəlsəfəsi öyrətdi. Uşaqlıqdan qovruldum. Uşaqlıqdan onu Habil Əliyevi ürəyimdə gəzdirdim. O həqiqətən də elə ifa edir ki, onu ifadə eləmək mümkün deyil, qeyri-mümkündür. Qeyri-mümkündür, nə zamansa ona çatmaq, kiminsə cəhd eləyib ona çatmaq arzusu, hamının arzusu var. Çünki hamı onun arxasınca getmək istəyir. Mən şəxsən, mənim heç bir musiqi təhsilim yoxdur. Amma gözəl musiqi duyğularım var. Bu duyğuları da mən əlavə olaraq, yəni o səs texnikası ilə çox məşğul olmuşam, onları çox araşdırmışam. Yəni indi sizi çox narahat eləməyim, hər şeyi birdən-birə aşmayım. İnsan beyninə nədir təsir eləyən o Habil Əliyev çalanda, məsələn, və yaxud da ki, hər hansı bir istirahət etmək üçün biz musiqiyə qulaq asanda bədənimizdə nə baş verir? Niyə biz bəzən dincəlirik, yorğunuqsa yorğunluğumuz çıxır, romantikaya qapılırıq? O səbəblər nədir? Orada o qədər müəmmalar var, çox müəmmalar var. Mən özüm Habil Əliyevin çıxışlarına, ya onun ifalarına baxıram. Mənim təhsilim yoxdur. Musiqi şünaslar onun qiymətini veriblər. Amma onun layiqincə qiymətini vermək heç kəsin nəsib olmayacaq. Şəxsən mənim musiqi təhsilim yoxdur. Şəxsən. Amma Habil Əliyev də
mən öz araşdırmalarımın nəticəsi olaraq o nəticəyə gəlmişəm ki, o kifayət qədər işıqlandırılmayıb. Onda hələ o qədər sirlər var. Mən onun haqqında oxuduqlarımdan, gördüyümdən, musiqi xəzinəsində onun haqqında danışılan hər bir şeyə fikir verirəm, kaman ustalarının dediklərinin hər birini nəzərə alıram, hər birini, ancaq şəxsi olaraq mənim özümün araşdırması ürəyimin onu deməyə sübut edir ki, Habil Əliyevdə müəmmalar yatır. O yatır, hələ açılmayıb. Heç zaman da açılmayacaq o. Amma yaxşı çıxmaz, mən belə desəm. Mən onu çox hiss eləyirəm. Çox hiss eləyirəm ki, hansı müəmmalarda yatır o. Qəbri onun nurla dolsun. Bizi mən acı günlərimizdə, yəni vətənimizin başını qara buludlar alanda, o qanlı yanvar günlərində, 20 yanvar günlərindən tutmuş bizi elə dühaların ifaları yaramıza məlhəm oldu. Məndən indi heç kəs inciməsin ki, mən kiminsə adını çəkmirəm. Mən ama 3 dənə dühanın adını çəkmək istəyirəm ki, bizi ovunduran Allah üçünə də qəni-qəni rəhmət eləsin. Qəni-qəni rəhmət eləsin, bir də deyirəm. Habil Əliyev, o düha, Kamil Gəlilov və Rəmiş dühası. Onlar olmasaydı, biz o faciələri yaxşı yaşaya bilməyəcəkdik. Onlar bizim göz yaşlarımızı tökdü. Onlar musiqilərində ölən şahidlərimizə laylay çaldılar bizim əvəzimizə. Çünki biz aciz idik və indi də acizik ki, bu 3 dənə dühaların arzularını, xoş məramlarını, o şəhidlərimizi yada salaraq onlara laylay çala-çala öz məzarlarında uyumalarına yol açanlar, mən şəxsən bu 3 dühanı hiss elədim, gördüm. Yenə də mən deyirəm, heç kəs məndən inciməsin. Bunlar qeyri-adi dühalardır. Nə qədər çalırsan, nə qədər məşq eləyirsən, 10 il yox, 100 ildə məktəbə getsən, onlar kimi əgər çalmaq mümkündürmü? Yox. Heç zaman da mən inanmıram, yenə də inanmıram. Onu çalmaq üçün, onları təqlid eləmək üçün Habil ürəyi lazım olacaq, Rəmiş ürəyi lazım olacaq. Bir də Kamil ürəyi, bu ürəklər nadir ürəklərdir. Hər adama verilən ürək deyil. Hamımız kamanı əlimizə alırıq, nə olsun? Hamımız tarı əlimizə alırıq, nə olsun? Hamımız gitaranı əlimizə alırıq, nə olsun? Nə qədər texniki məsələn üsullar göstəririk çalanda, yeni yollar axtarırıq. Nəsə insanlara xoş gələn bir ovqat yaratmaq istəyirik. Amma onlarla müqayisə eləndə çox uzaqlarda qalırıq. Çox. Bunlar sirlərdir, bu 3 dənə. Bu dahilər, mən üçündən də ilham almışam. Mənim heç zaman musiqi təhsilim olmayıb. Anam
Məni atam, anam musiqi məktəbinə göndərmədilər. Baxmayaraq ki, mən 5-ci sinifdə musiqi məktəbinə getmək istəyirdim. Bacımı göndərdilər, qardaşımı göndərdilər. Məni gözü yaşlı qoydular. Dedilər ki, sən başqa sənətin sahibi ol. Mən axı bu sənətin sahibi olmaq istəyirdim. Ürəyim Habillə, Habil Əliyevlə qoşa vururdu. Elə bildim ki, qoşuyam oyuna. O qədər əl çatmaz həsrətlə onu dinləyirdim. Gözü yaşlı gecələr onu düşünə-düşünə. Nəsə anama yalvardım, məni məktəbə qoymadı. Mən də heç zaman kemança çalmadım. Heç zaman. Onlar mənə kemança almışdı. Elə belə məni yola vermək üçün məktəbə getməyim, amma ev yoxdur. Öydə çalım. Mən öydə ürəyimdə onsuz da onu çalırdım. Mən amma istəyirdim notları öyrənim. İstəyirdim o klassiklərin əsərlərini öyrənim, onları analiz eləyim. Bunlar mənə müyəssər olmadı. Sadəcə olaraq valideynlərimin təqsiri ucbatından. Nə bilərdik ki, məsələn, nə qədər o gözəl o dühaların ünvanına xoş sözlər deyilib. Özümüzün xatirindədir, Şamil Gərlova da deyilib, Rəmişə də nə qədər deyilib, Habilə də, Habil Əliyevə də. Yəni, bunların Habil Əliyev haqqında bunu eşitmişəm, o biriləri haqqında bunu eşitməmişəm. Bu sözləri, o Zəlimxan Yaqubov yadınıza gəlirsə, nəsə ona həsr olunan təntənəli mərasimdə çıxış eləyəndə nə gözəl sözlər dedi. Dedi ki, Çəbiyə getmək lazım deyil. Ora getmək istəyirsinizsə, gedin Habil Əliyevin dizinin üstünə qoyun başınızı. O lay çalsın, elə bilin Kəbədəsiniz. Allahın düz yanında. Mən bu sözləri Zəlimxan Yaqubov Habil haqqında demişdisə, mən eyni zamanda bunların bu sözləri Şamil Gərlova da aid edirəm, Rəmişə də. Eynidirlər bunların qiyməti, eyni bir-birindən. Heç mümkün deyil ki, üstünlük verəsən kimə, hansınasa. Elə çaşa-çaşa qalacan, elə nələr yaradıblar onlar. Habil Əliyevə qulaq asırsan, deyirsən Habil Əliyevdən yoxdur. Qulaq asırsan Rəmişə, Rəmişdən yoxdur. Şamil Gərlova qulaq asırsan, bundan yoxdur. Belə mümkün deyil müqayisə eləmək. Bunlar dühalardır. Nəsə mən kemançanı əlim aldığım 10 il bundan qabaq kemança almaq istədim. Getdim. Anam öləndə demişdi ki, Allah rəhmət eləsin, xətra dəymişim sən, yəni kemança qoymamışım. Mən rəhmətə gedəndən sonra kemançanı çalasam, ona söz vermişdim. Amma ürəyimdə çala-çala dururdum. Heç zaman məşq eləməmişəm, heç zaman getdim, 11 ildir belə baxacam, dəqiq deyəcəm sizə. O bacım hamısı bilirlər. Mən Şəkiyə getdim, mən 2014-dür ya, 13, 14, 15-ci ildə belə yadıma gəlir. Getdim, kemança alım. Soruşdum keçdi, dedilər, Hamil müəllim var. Gözəl keman ifaçısıdır, özü müəllimdir. Eyni zamanda keman ustasıdır. Kemançaları düzəldir, qəşəng satır, eləyir. İndi ustadır. Oğlu da ki, o da kemança məktəbinə gedib qurtarıb. Hər ikisi, oğul, ata, oğul
kamança müəllimləridir. Mən nəsə Hamil müəllimin izinə düşdüm, getdim onun evinə. Mən dedim ki, mən bəzəkli kamança istəmirəm. Nə istəyir olsun. Amma Habil Əliyevin kamançasının səsini ilahi bir səsdir. Onu heç zaman deyirəm ki, əldə eləmək mümkün deyil elə bir kamança. Dedim, ona yaxın olsun. O dedi, var beləsi. Bəs mənim oğlumdadır. O Şəkidə oteldə işləyir. Musiqi məktəbindən başqa orada dəstəkləyir. Eyni zamanda o oteldə də əlavə pul qazanır. Gedir turistlər üçün musiqi çalır da, kamança çalır. Gedək orada bax ona. Mən də oraya getdim. Heç zaman əlimə kamança dəyməyib mən. Birinci dəfədə orada mən kamança almağa getdim. Getdim ki, o kamançanı yoxluyum. Yoxlayanda nəsə içəridən ilahi bir qüvvə gəldi mənə. Gözəl bir təsir. Heç bir kamança, heç zaman mənim bütün bacı qardaşlarım bunun şahididirlər. Heç bir kamançada məşq eləməmişəm, heç əlimə də dəyməyib. 2014-cü ildə birinci dəfə mən kamançanı əlimə aldım. Ürəyimin sızıntıları Allahı yəqin agah elədi, eşitdi o. Bu qabiliyyəti mənə verdi. Orada mən çaldım. Ona görə özünüz bilirsiniz, kamança da mənim üçün təzədir. Orada kamançanı yoxlamağa mən getmişdim. Mən lap axırıncı kamança ifalarını qoymuşam. Onu 2014-cü ildə ifalaymışam onları. 2014-də. Orada baxmaq istəyirdim kamança necədir, səsi necədir. Eyni zamanda Hamil müəllim ustadır. Xoşuma gəlməyən yer olsa deyim düzəltsin. Siz də görürsünüz də orada təbiidir. Mən orada heç nəyə kəstirməmişəm. İndi amma dedim siz özünüz təbii hər şeyi özünüz görəsiniz. İndi yəqin birbaşa sizə təsir eləyim deyə mən onları kəstirəcəm ki, birbaşa musiqi gəlsin sizə. Mən orada ona görə Hamil müəllimə deyirəm, Hamil müəllim ikinci sim nəsə yerini tapa bilmirəm, ikinci sim nəsə yaxşı oturmayıb. 1, 3, 4 yaxşıdır, amma 2-də nəsə elə bir balaca çatışmamazlıq var, onu düzəldəsən. Yer də mənə təzədir, oturacağım da mənə təzədir, kamança da təzədir. Birinci dəfə mən orada kamançamı ələ aldım. Birinci dəfə əlimə aldım orada. Nəsə, ondan sonra xoşuma gəldi, getdim bu kamançanı aldım. İndi sizə yenə də öz bəstəmi, yeni bir bəstəmi, tamamilə heç kəsdən heç nə götürülməyən bir bəstə, heç bir element heç kəsdən götürməmişəm. İfaçı da özüməm, eyni zamanda bu mahnıdır. 3 dənə müəllif var burada, 3-ü də mənəm. Şairi də mənəm, bəstəkarı da, ifaçısı da. İndi vaxtım yoxdur deyə mən mahnıların sözlərini hələ yaza bilmirəm, yazacam. Hamısını yazacam sizin üçün. Mən yenə deyirəm, mən sadəcə olaraq musiqi ifaları eləmirəm. Mən Habil Əliyevin yolu tamamilə başqadır. O çalanda adamları, ürəkləri yandırır. Nəsə durub, nəsə ora qaçıb, nəsə eləmək istəyirsən, gözəl işlər. Mən də dedim onun mən geriyə yolunu yedim. Ürəyimdən elə bir hisslər gəldi. O yandırırsa, mən də onun istənilən bir adamı yandırıb kül eləyir Habil. Habil musiqisi, Habil çamanı deyək. Habil Əliyevin çamanı. İstənilən adamı gözəl mənada deyirəm, iflic eləyir. Heç nə düşünə bilmirsən ona qulaq asmaqdan başqa. Mən dedim, belə o yandırırsa, mən də söndürüm. İnsanlara şəfa verici, o insanlara ruh verir. Məsələn, kimsə depressiyadadırsa, özünü pis hiss edirsə,
o insanlara ruh verirsə, ruh məndə insanları elə bir şey çalım ki, bütün hallarda ondan istifadə oluna bilsin. Mən ona görə bu musiqi terapiyasına əl atdım. Musiqi terapiyası hiss elədim ki, ən gözəl yoldur. Yəni, mənim çaldıqlarımın hamısı meditasiyadır. Əsl musiqi terapiyasıdır. Özüm onu çünki hiss edirəm. Çünki mən ona görə yox ki, özüm çalıram, özüm bəstələmişəm, özüm ifa edirəm məsələndə. Mən özüm ifa elədiyim, bəstələdiyim bu musiqilərdən başqa bir nəyinsə təsiri altında mən yata bilmirəm. Mən gündə ən azı 15 saat musiqi tədqiqat aparıram. İndiyə qədər, bu yaşıma qədər. Yəni, mən 2-3 saat yatıram gündə, bəs eləyir mənə. Tamamilə normaldır mənim üçün. Yerdə qalan hamısını bütün dünya musiqilərində axtarışla məşğul oluram. Hansı dünya musiqisində nə yatır? Təqribən, deyək də, indi mən hələ ki 195 ölkədəyim, dünyanın 195 ölkəsi var, 196, nəsə dedim, hamısında axtarışlar aparıram. Mən də o fikrə gəldim ki, nəsə bəstəliyim, nəsə ifa eləyim, heç bir dini mənsubiyyətə malik olmasın. Yəni, 195 ölkənin hamısının qapılarını açsın. Cəmaatın üzərinə şəfa verici olsun. İnsanları müalicə eləsin. Pis günlərin dostu olsun. Şən günlərinin dostu olsun. Romantik aləmlərinin dostu olsun. Amma ən çox onlara laylay çalım, yatdırım. Mən öz araşdırmamın nəticəsini deyirəm. Habil Əliyev, onun silləri çoxdur. Mənim özümün gördüyü sillər var. Hələ var, eşitməmişəm. Onun musiqisində. Amma Habil Əliyev insanların ürəyini yandırır. Gözəl romantik duyğulara qərq edir. Mən dedim, onun əksinə gedim. Ona görə mən çaldığım, mən kamança deyil, heç bir texniki təhsilim yoxdur. Heç bir barmaqlarım texniki barmaqları deyil, heç nə. Ona görə ki, təhsil görməmişəm. Mən dedim, nəsə eləyim, indi özümün silləri var, bunları özünüz yaxşı olar ki, şərhlərə girin, YouTube-da özünüz oxuyun. O cəmaatın dediyi oxusaz yaxşıdır. Mən qorxuram narsisizmdən. Narsisizmə qapılmaq istəmirəm. Özümü sevmək duyğularına mən qapılmaq istəmirəm. Əgər mən özümü reklam eləmək istəsəydim, 10 il bundan qabaq bunları çıxardardım da, bu çaldığımı. Mən bilirdim nə eləmişdim. Onda eləyərdim. Mən onda eləmədim. Onun da səbəbləri var, niyə eləmədim. Vaxt olar açaram. İndi isə sizə bunu ifa eləyirəm. Yəni mənim belə bilmirəm. Yəni o kommentlərdə oxuyacaqsınız. 2475 şahmat reytinginə malikəm. Yəni dünya şahmatçılarının elit ailəsini deyəm mən. Özünüz baxın, hansı səviyyədir o. 2475. Mən ötən il oynamamağa qərarı aldım şahmatı, amma məsələlər eləyirəm, məşğulam. Amma oynamayayım artıq, ona görə ki, mən nədən yapışıramsa, ondan əl keçmirəm, onu son pilli yaparmaq istəyirəm. Mən gördüm ki, bu son pilli yaparsam, həyatım
ancaq şahmat taxtası arxasında keçəcək. Şahmat taxtası arxasında keçirən həyat və həyatını dəyişmək mən istərdim ki, mənim üçün mənasız bir həyatdır. Dedim, qoy təbiətin qoynunda, nə bilim, meşələrdə, çayların qırağında, okean qırağında gəzim, azad olum. Ona görə dayandırdım. Eyni zamanda cəmaət yazıb poliglot olmağım, yəni 25 dil yazıblar, yəni ondan da çox lazım olsa, ondan da çoxdur. Biraz sadəlif olmalıyam mən. Yəni o hər bir dili, hər bir ananı, hər bir insanları, o tədqiqatlarımı onların ana dilisində, öz ana doğma dillərində anlamaların, anaların ürək ağrılarına qulaq asmaq, incə, zərif, ürəyini duymaq, başqa dillər vasitəsilə. Nəsə bunlar mənim şəfaverici musiqimə əlbəttə təsirlərini buraxdı. Nəsə, çox sizi narahat eləməyim. Siz orada şərhlərdə oxuyun, yazılıb, nədən ötürüdür? Yəni, musiqi terapiyasıdır mənim çaldığım, bir də insana şəfa verən musiqi. İndi isə mən öz bəstəmi, öz ifamı, öz mahnımı sizlər üçün ifa edirəm. Mənim əziz, sevimli dinləyicilərim, tamaşaçılarım.
Sizə təşəkkürlərimi bildirirəm əziz dinləyicilərim, əziz tamaşaçılarım. Sizlə xudahafizləşirəm hələ ki. Gözəl arzularla, xoş, məramlı arzularla sizdən bir ayrılıram hələ ki. Və Allah mənə sizin sağlığınızla mənə də can sağlığı versin sizi. Mən gözəl duyğulara qərq eləyim. Lay lay çalım yatasınız. Lay lay. Şəhidlərimizə lay lay çalım. Mənim məqsədim o idi. Bütün həyatını dəyişən əzizlərimizin ruhları qarşısında, bütün şəhidlərimizin ruhları qarşısında, bütün hamının, əlbəttə, o dühalar da hamının içindədir, onların ruhu qarşısında mən baş əyirəm. Və mən də istədim ki, onlarla bir yerdə ağlayım, onları ovundurum və hiss elədim ki, onları ovundurmaq üçün mənim təbirimcə, mənə ən uyğun alət kamança alətidir. Ona görə ki, bütün səslərin mahir araşdırıcısı kimi mən deyərdim özümə, yaxşı çıxmır özümə elə deməyim. Çünki mən o səslərin təsir qüvvəsini çox öyrənirəm, elə deyəsi sözlərim çoxdur. Mən hiss elədim ki, ancaq kamançanın səsi insanın səsinə doğrudan da yaxın səsdir. Və bunu bu səsi ancaq öz aləmimdə ən ülvi, ilahi ana səsinə uyğun hiss elədim. Ana, bütün bəşəriyyətin banisi, incə zərif qadın ürəyinin səslərinə yaxın hiss elədim. Onlardır bəşəriyyəti idarə edən, onlardır bizə güc verən, onlardır bizi bu həyatın ən yüksək zirvələrinə aparan. Bizdə o hisslər, bizə o məhəbbət verilməsə, bizim analarımız, yəni qadınlarımız, həyat yoldaşlarımız, bacılarımız tərəfindən, onlar incə məxluqlar, biz o yolları, zirvələrə gedə bilməzdik. Mən də dedim ki, qərar qəbul elədim ki, ürəyimin sözlərini, sızıntılarını zərif kamançanın zərif səsinə qarışdırım. Ürəyimin pıçıltıları ilə kamançanın pıçıltıları gördüm, gözəl səslənir, diyaloq eləyə bilirəm. Ona görə mən kamançanı seçdim. Sağ olun, gözəl bir tüklərin nə gözəl ifadəsi var. Xudafiz sözündən çox mənim xoşuma xoşça qalın sözü gəlir. Sizə xoşça qalın deyirəm. Möhkəm can sağlığı arzulayıram. Gözəl səadət, həyatın gözəl nemətləri hamısı sizin olsun deyirəm. Mən də düşündüm ki, biz hər birimiz həyatda nəsə gözəl bir mahnı var. Həyat deyir, doğrudan gözəldir. Özün zərrə qədər gözəllik yarada bilsən, biz də yaradaq. O gözəllikləri yaradaq. Hamımız buna qadirik. Bağrıma basıram sizi. Sağ olun.